Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Aziz Allah size ve ailenize xeyir kapılar açsın. Ben bugünkü videomda size Azerbaycan elmi için çok önemli olan bir kitabı tanıtmaya çalışacağım. Ona göre de bu videonun başına belə bir başlık seçtim ki, bu kitap dövlət mükafatına təqdim olunmalıdır. Bu elə bir kitaptır ki, güzel insanlar, Azerbaycanın iki, ben qurucu şəxsiyyət deyirəm. Medeniyetimizin kurulmasında, milletimizin kurulmasında, düşüncemizin formalaşmasında önemli olan iki büyük şəxsiyyəti özündə birləşdirir. Önce istəyirəm ki, o güzel kitabı size təqdim eləyəm. İnşallah görünürdür. Ömürdaşım deyir ki, kitap çok güzel görünür. Kitabın rəngini də gözəl seçiblər. Ciddi rəngdir, gözəl rəngdir. Bu kitap Azərbaycan Xalq Cumhuriyyətinin qurucu lider olan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın böyük şairi, böyük şəxsiyyəti, dünya ədəbiyyatının şahı deyirəm mən ona, Şeyx Nizami Gəncəvi ilə bağlı yazdığı gözəl bir kitabdır. Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan şairi Nizami. Önce bu kitabın araya, ərsəyə gəlməsində əməyi olan insanları və bu necə ortaya gəlib, nə qədər böyük əmək hesabına ortaya gəlib, onları sizə tanıtmağa çalışacağım. Sonra da kitabın bəzi özəllərini sizə təqdim edəcəm, gözəl insanlar. Bu videonun əvvəlində dedim ki, həm Məhəmməd Əmin Rəsulzadə, həm də Şeyx Nizami qurucu şəxsiyyətdir. Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk dəfə cumhuriyyət qurmuş bir liderdir, bir məktəb yaradıb, bir ənənə yaradıb. Şeyx Nizami Gəncəvi də dünya ədəbiyyatının şah olan, böyük lider olan, ədəbiyyatının təmsil edən böyük şəxsiyyətlərdən biridir. Bax, bu kitabın sonunda Məhəmməd Əmin Rəsulzadə Şeyx Nizami Gəncəvinin bütün məsnəvilərinin təsiri ilə yazılmış əsərlərin siyahısını verib. Yəni, niyə görə biz Nizamiyə qurucu şəxs deyirik, qurucu şəxsiyyət deyirik? Bax, belə düşünün, indiki Gəncədən, Azərbaycandan başlayın, Türkiyəni, İranı, Əfqanistanı, Xorasanı, Türkistanı, Hindistanı əhatə eləyən bir coğrafiyada Nizami Gəncəvinin 5 məsnəvisinin hər birinə yazılan nəzirələrin bir siyahısını, tam siyahısı olmasa da Məhəmməd Əmin Rəsulzadə təqdim edib. Yəni, Nizami Gəncəvi bu qədər qurucu şəxsiyyətdir, bu qədər məktəb yaratmış şəxsiyyətdir, bu qədər böyük, dünyanın demək olar ki, yarısından çox bir məkanına təsir etmiş şəxsiyyətdir və onu da bilirsiniz ki, Avropada bir sıra böyük sənətkarlar Nizaminin əsərlərindən təsirlənərək əsərlər yazmışlar. Ona görə təsadüfi deyil, haqq edirlər. Bu iki böyük şəxsiyyət qurucu şəxsiyyətdir. Bir milləti, bir düşüncəni inşa edən şəxsiyyətlərdir, gözəl insanlar. Ona görə hər ikisinə dəyər verirəm. Yəni, bu kitab iki böyük şəxsiyyəti birləşdirir. Və bizə deyir ki, bunun da altından xətt çəkirəm. Azərbaycan xalqı böyük xalqdır. Bugün nə qədər çətinlik çəksək də, bugün böyüklüyümüzü görməsək də, bugün o gücümüzü hiss etməsək də, bugün biz niyə geri qalmışıq suallarına cavab axtarıb yetərincə cavab tapa bilməsək də, tariximiz bizə deyir ki, Azərbaycan xalqı böyük xalqdır. Dünya mədəniyyətinə, dünya siyasətinə, dünya ədəbiyyatına, dünya fəlsəfəsinə iki böyük şəxsiyyətlə sadəcə ikisini sayıram. Bir xalqın göstərisinin biri budur, gözəl insanlar. Bu kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun gözəl bir şöbəsi, işi ilə seçilən bərəkətli bir şöbəsi, Azərbaycan Mühacirət Ədəbiyyatı şöbəsi çap edib. Bax, bəziləri deyirlər, bu alimlər iş görmürlər. Baxın, bu kitabı çap edən insanlar gözəl insanlar. 600-700 manata işləyən insanlardır. Bəli, doğru eşitdiniz. İndi bunun içində nə qədər əziyyət çəkilib, nə qədər vəfa var bu işdə. Rəsulzadəyə vəfa var, elmə vəfa var, elmin namusunu qorumaq var. Baxın, bu kitabı təkcə bir cildini hazırlamaq belə böyük bir qəhrəmanlıq istəyir. Və bu kitabı çapa hazırlayan insanlar deyirəm ki, alimlər 600-700 manata işləyir. Baxın, nə qədər böyük əziyyət çəkilib. Bir sayacağım, görəcəksiniz gözəl insanlar. Və bu kitabın çap olunmasında, deməli bu kitabın dedim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu
çap eləyib, onun Azərbaycan Mühacirət Ədəbiyyatı şöbəsi hazırlayıb bunu. Və bu kitabın baş redaktoru akademik İsabət bəylidir, akademiyanın prezidenti. Yəni o yön verib ki, bu kitab çap olunsun, dəstək verib bunu. Amma bu kitabın ən böyük ağırlığı Azərbaycan Mühacirət Ədəbiyyatı şöbəsinin müdiri, dəyərli alim Nikbur Cabbarın üzərinə düşür. Baxın, qaynaqlarla işləyən alimdir. Məhəmməd Əmin Rəsulzadənin bütün əlyazmalarını bir-bir araşdırıb. Arxivi üzə çıxarıb. Harda nə qüsur var, harda nə xəta var, hansı mənbədə necə olmalıdır, hamısını bir-bir. Bax, mən bu kitabı diqqətlə oxudum, bir dənə də orfoqrafi səhv tapa bilmədim. O qədər mükəmməl işləyib yəni. Nikbur bəy həm dəyərli alimdir, həm dəyərli idarəçidir, həm elmin namusunu qoruyan və Məhəmməd Əmin Rəsulzadəyə də böyük vəfa göstərən bir alimdir. Baxın, bir şöbənin gördüyü, bu 600-700 manata işləyən alimlərin gördüyü işlərdən təkcə bir şöbənin işini deyirəm. Baxın, fikir verin. Bunu da söyleyeyim ki, bu 8-ci cilddir. Yəni, Azərbaycan Mühacirət Ədəbiyyatı şöbəsinin hazırladığı, xalqımıza təqdim etdiyi, elmimiz üçün böyük bir uğur sayılan bu akademik nəşir 8-ci kitabdır bu. Bu 8 kitabın ikisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. Daha əhatəli görmək üçün baxın. Və onu da deyim ki, bunlar bir ilkdir. Yəni, bu çapda, bu həcmdə, akademik səviyyədə çap olunan bir ilkdir. Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvi ilə bağlı olan əsəri əvvəllər də çap olunub. Amma bu çapda, akademik səviyyədə fərqlərini deyəcəm, bir ilkə imza atıb Azərbaycan Mühacirət Ədəbiyyatı şöbəsi. Baxın, 8 kitabın hamısını gətirə bilmədim. Nikbur bəyə də təşəkkür edirəm. Bütün kitablar çıxan kimi mənim payımı ayırır və verir və mən də onları oxuyuram. Bəzək üçün yığmıram. Baxın, bitdə oxuyuram hamısını. Baxın, Mirzəvala Məhəmmədzadə. Görünür də, baxın, 610 səhifədir. Yüzlərlə, minlərlə qeyd var, akademik qeyd var. Baxın, bir fikir verirsiniz. Bir ilkdir. Mirzəvala Məhəmmədzadə Azərbaycan milli azadlıq hərəkatında önəmli yeri olan bir şəxsiyyətdir. Əsərləri bu və ya başqa şəkildə, bu və ya başqa həcmdə çap olunub. Amma bu çapda akademik bir nəşr olaraq ilkdir. Bir ilkə imza atıb. Baxın, başqa birini göstərirəm. Səlim Rəfiq Rəfioğlu, Füzuli, baxın. Azərbaycan mühacirətinə gedən Sovet hökuməti gəldi, Rus hökuməti gəldi, Azərbaycan Xalq Cümhuriyyətini devirdi, Azərbaycanın igid oğulları, gözəl oğulları, vətənpərvər oğulları xaricə getdilər, bir qismi Avropaya, bir qismi Türkiyəyə, orada da yenə də Azərbaycan sevdası ilə alışıb yanında. Baxın, Füzuli ilə bağlı nə gözəl əsər yazıb. Sovet dövründə burada Füzuli ilə bağlı deyilməyənləri o zaman onlar deyiblər. Baxın, 440 səhifədir. Yüzlərlə şərh var, qeyd var, izah var. Nə qədər samballı kitablar deyilmi? Azərbaycan elmi üçün. 600-700 manat alan alimlər bu işləri görürlər. Baxın, bir xəzinədir. Oxuyan üçün bir xəzinədir. Rəsulzadəni mi tanımaq istəyirsiniz? Füzulini mi tanımaq istəyirsiniz? Nizamini mi tanımaq istəyirsiniz? Baxın, 8 bu cür bir kitab, bir şöbə eləyib bunu. Bu kitabın çapa hazırlanmasında ikinci əməyi olan şəxs Zəhrə xanımdır. Zəhrə Allahverdiyeva, o da Nizami şünaslıq şöbəsi var bizdə. O şöbənin əməkdaşıdır, filologiya elmləri doktorudur. Zəhrə xanım, baxın, burada mən bir saydım, bu kitabı diqqətlə oxudum. 149 dənə qeydi var. Baxın, 149 qeyd deyəndə bəlkə işi kiçildə bilər. Yəni 149 yerdə müdaxilə eləyib, şərh yazıb. O şərhləri yazması üçün bir, ərəbcədən xəbərin olması lazım, farscadan xəbərin olması lazım, nizamini bilmən lazım, orta əsri bilmən lazım, Rəsulzadəni bilmən lazım, farscanı bilmən lazım, tərcümə etməyi bacarman lazımdır. 149 dəfə qeyd yazıb, şərh yazıb. Məhəmməd Əmin Rəsulzadə bəzi yerlərdə farsca olan mətnləri, onu da deyim ki, Məhəmməd Əmin Rəsulzadə farscanı gözəl bilib. Nizamini orijinalından oxuyub.
ve bazı parçaların tercümesini verip bizim bilmediğimiz sebebe göre bazılarında vermeyip ya nəşriyyatda itib ya neyse vermeyip onların hamısını Zəhra xanım bir bərpələyib və Farsçadan Türk dilinə tərcümə edib. Şərh yazıb. 149 dənə akademik nəşr budur. Bakın, üçüncü əməyi olan şəxs burada adlarını çəkmək istəyirəm gözəl insanlar. Deməli, bu kitabın çapa hazırlanmasında bizim yenə də Azərbaycan Mühacirət Ədəbiyyatı Şöbəsinin əməkdaşıdır. Baxın, Aysel Əfəndiyeva. Çox əla bir alimdir, gənc bir alimdir, gözəl müdafiə elədi. Mən də iştirak elədim, onu təbrik elədim. Baxın, gözünün nurunu verib, ağlının nurunu verib, burada iştirak edib. Gözəl insanlar. Baxın, Lalə Paşayeva. Diqqətli oxuyub, yardım edib. Onu da deyim ki, Nikbur bəy bir şöbə müdürü kimi bu əsərin sonunda bir qeyd yazıb. O qeyddə bu kitabda kimin əməyi varsa, texnikiçidən tutmuş aliminə qədər hər birinin adını bir qeyd edib. Qədirşünaslıq göstərib. Baxın, bir şöbənin ərsəyə gətirdiyi böyük bir əsərdən söhbət edirik. İndi bu əsərin o biri əsərlərdən əsas fərqinin biri budur ki, dediyim kimi bu akademik nəşrdir. Yəni, Nikbur bəy və onun komandası deyirəm, alimlər qrupu deyirəm, Məhəmməd Əmin Rəsulzadə bu əsəri yazdığı dövrdən keçən bütün mərhələləri, bütün nüsxələri, bütün nəşriyyatdan keçən yolları, səhvləri, qüsurları, müqayisələri hamısını toplayıb bir araya gətiriblər. Hamısını bir şərh ediblər. Və ən böyük üstünlüyü də budur ki, akademik nəşrin, o biri nəşrlərdən fərqi budur ki, baxın, orijinalına toxunmayıblar. Məhəmməd Əmin Rəsulzadə necə yazıbsa, o cürdə saxlayıblar. Son dərəcə qiymətli bir şeydir. Çünki Məhəmməd Əmin Rəsulzadənin qeyri-adi bir üslubu var. Həm Rəsulzadənin üslubunda həm elm var, həm məntiq var, eyni zamanda da bir duyğusallıq yönü var. Yəni elə bil ki, o ədəbi yöndən, ağıl yönünü, elmi yönünü, məntiqi yönünü birləşdirib, Rəsulzadənin bu elmi əsəri belə gözəl insanlar. Sanki bir şeir kimi oxuyur, bir bulaq suyu kimi axıb gedir yəni. Çünki Rəsulzadə özü də həm də yazıcıdır. Bax, bu əsərin sonunda Rəsulzadə bütün yazdıqlarını bir şeir kimi də toplayıb. Özətin verib ki, Nizami kimdir. İndi bizim üçün bu kitabın əhəmiyyəti odur ki, gözəl insanlar. Bax, bunu öncədə Rəsulzadənin bir əməyinə dəyər vermək üçün keçdiyi yola bir xatırladım. Bunu Məhəmməd Əmin Rəsulzadə 1941-ci ildə bitirib. Sonra özünün yazdığına görə, müharibə başladığına görə çapı çətinləşib, mümkün olmayıb. Amma ağıllı və səbirli insan olduğuna görə deyir ki, bu gecikmədən də mən də istifadə elədiyim, o əsəri daha gözəl yazmaq üçün yeni qaynaqlara başvurdu. Baxın, 1941-ci ildə bitmiş bir əsər 1951-ci ildə çap olunub. 1948-ci ildə Türkiyə Təhsil Nazirinə təqdim edib əsəri. O vaxt Türkiyədə solçular hakimiyyətdə olduğuna görə Məhəmməd Əmin Rəsulzadəyə deyiblər ki, bu kitabda rusların əleyhinə olan sözlər var. Yəni Nizaminin sözləri var. Rəsulzadənin deyil. Onları çıxart ki, kitabı çap eləyək. Baxın, Rəsulzadənin onlara cavabı budur. Görün nə qədər fədakar insandır. Görün nə qədər sədaqətli insandır. Görün nə qədər elmin namusunu qoruyan insandır. Hətta Nizami ilə bağlı söylədiyi fikrin biri də budur. Nizami sona dək öz şəxsiyyətinə, kimliyinə sadiq qalan adamdır, deyir. Məhəmməd Əmin Rəsulzadə Türkiyənin o dönəmki Təhsil Nazirliyinin uyğun əməkdaşlarına deyib ki, əfəndilər, Nizaminin o sözlərini çıxarmağa nə sizin haqqınız var, nə də mənim haqqım var. Çünki o sözlər nə sizindir, nə də mənimdir. O, Şeyx Nizaminindir. Baxın, razı olmayıb və 3 il gözləyib. 1951-ci ildə Türkiyədə hakimiyyət dəyişəndən sonra, sağçılar hakimiyyətə gələndən sonra bu kitabın çapının önü açılıb, gözəl insanlar. İndi bu kitabı necə yazıb, onu sizə söyleyeyim. Öncə Nizami necə yazılmalıdırın bir metodologiyasını ortaya qoyub. Baxın, buradan az bir hissəni yazım ki, öncə Nizamini ortaya çıxaran mühit, Nizami necə anlaşılmalıdır, necə oxunmalıdır, nədən Azərbaycanda bu cür böyük şəxsiyyətlər ortaya çıxa bilirin cavabını verib Məhəmməd Əmin Rəsulzadə. Deyir ki, bu bölgənin müxtəlif dövrlərdə, mən biraz sadələşdirərək söyləyirəm, yaşamış olduğu siyasi və tarixi inkişaf ilə mütənasib olaraq mədəni inkişaf da ortaya çıxır.
Yəni bu dövr Qafqaz və Nizami Gəncəvinin yaşadığı Gəncə bölgəsi bir mədəniyyət beşiğidir, bir çəkişmə beşiğidir, bir mücadilə beşiğidir. Siyasi mücadilə var, fikri mücadilə var və bu mücadilə böyük şəxsiyyətlərin ortaya çıxmasına yol açmışdır deyir. Və Nizamini bir İslam mədəniyyətinin böyük nümayəndəsi kimi təqdim edir. Yəni Sovet dövründə biz Nizamini təqdim edə bilməyəcəyimiz bir biçimdə təqdim edir. Deyir ki, Nizamini anlamağın yolu Nizaminin bağlı olduğu dəyərlər içərisində öyrənməkdir. Nizami bir müsəlmandır, tövhid inancına bağlıdır. Məhəmməd Əmin Rəsulzadə deyir, ədaləti təbliğ eləyir, Allahın varlıq və birliyini təbliğ eləyir, mərhəməti təbliğ eləyir, insanlığı təbliğ eləyir, insan və hürriyyətini təbliğ eləyir. Yəni deyir ki, bizə İslam mədəniyyətindən kənar, Quran mədəniyyətindən, Quranın təsiri ilə ortaya çıxan mədəniyyətdən kənar Nizamini öyrənə bilməzsiniz deyir. İkinci bir çərçivə qoyur ki, İrfan məktəbinə mənsubdur Nizami. Baxın, bunlar Sovet dövründə deyilməyən sözlərdir. İrfan məktəbinə mənsubdur deyir. 3. Türklüyün çərçivəsində öyrənib. 4. Azərbaycanın çərçivəsində öyrənib. Baxın, nə söylür deyir, şairdir. Amma sıradan bir şair değildir. Həkimdir, yəni filosofdur, ağıllı insandır. Deyir ki, yetişdiyi mühiti bir sahib, təsirləndi. Bax, bunun əvvəlində Məhəmməd Əmin Rəsulzadə Nizami ilə bağlı yazılan bütün qaynaqları, o dövrdə mümkün olan bütün qaynaqları oxuyub. Alman dilində, fransız dilində, İtalyan dilində, Rus dilində, Fars dilində yazılan mümkün qaynaqların hamısını toplayıb. Nəhəng bir siyahı verib burada, ədəbiyyat siyahısı verib burada, gözəl insanlar. Ondan sonra Nizaminin Azərbaycan xalqı üçün nə qədər böyük bir şəxsiyyət olduğunu verib. Sonra bütün əsərlərini gözəl insanlar bir-bir şərh edib. Yəni Sirlər Xəzinəsinin özəlliyi nədir? Xosrov Şirin özəlliyi nədir? Leyli Məcnunun özəlliyi nədir? Yeddi Gözəlin özəlliyi nədir? İskəndərnamənin hamısını bir-bir şərh edib. Qadına verdiyi dəyəri bir-bir şərh edib. Baxın, sonunda türkçə sözlərə seçib. Türkçe sözlerin siyasını verib və araşdırmacılara deyib ki, Nizaminin türklüyünü göstərmək üçün bu istiqamətlə gedin. Nizamidə olan o milli ruhu, o dildə olan işlətdiyi sözləri seçin ki, Nizaminin nə qədər fərqli bir şair olduğunda görmüş olasınız, gözəl insanlar. Nizaminin zəngin bir elm qaynağı olduğunu söylüyor. Deyir ki, bir mədəniyyət, bir millət dirçəlmək istəyirsə, öz tarixi keçmişini dəqiq bilməlidir. Nizamini dəqiq öyrənməlidir, Xəqanini dəqiq öyrənməlidir, Füzulini dəqiq öyrənməlidir, milli, mədəni kimliyini bərpa etməlidir. Və Azərbaycan xalqının nə qədər böyük imkana sahib olduğunu Məhəmməd Əmin Rəsulzadə Nizaminin 800 illə bağlı bu yazdığı bu əsərdə göstərib gözəl insanlar. Əsərin sonunda məziyyətlərlə çoxdur, orijinalları verib, onların hamısını inşallah inanıram ki, özünüz oxuyub, hamısını burada bir videoda təqdim etmə imkanınız yoxdur, gözəl insanlar. Deməli, burada əsərin sonunda bir rübaisini verib. Niyə görə bu əsəri bu rübai ilə bitirib Nizami Gəncəvinin? Mənə elə gəlir ki, eyni zamanda Azərbaycan həsrətini də onun içərisində qoyub. Yəni vətənindən didərgin düşmüş, cumhuriyyət qurucusu olmuş, sonra cumhuriyyət qurucusu olmağın bədəlini ödəmiş, ailəsini əlindən almışlar, sürgün eləmişlər, öldürmüşlər. Məhəmməd Əmin Rəsulzadə çox böyük, ağır bədəllər ödəyən bir şəxsiyyətdir. Və burada da deyir ki, Nizami də ağır bədəllər ödəyən bir şəxsiyyətdir. Böyük fikir istəyirsənsə, bir milləti oyatmaq istəyirsənsə, bədəl ödəyəcəksən deyir, bədəl ödəyəcəksən. Həm Şeyx Nizami, həm də Məhəmməd Əmin Rəsulzadə bədəl ödəmiş bir insandır. Və Məhəmməd Əmin Rəsulzadə bu kitabı ömrünün sonuna doğru yazıb. 51-ci ildə çap olunub. Çapını onda görüb, gözəl insanlar. Bir rübaisini seçib, mən fikirləşirəm ki, Məhəmməd Əmin Rəsulzadə niyə görə kitabını bu rübai ilə bitirib? Çünki onun içərisinə həm də özünün Azərbaycan həsrətini qoyub. Azərbaycan sevdasını qoyub. Azərbaycanı görmək istəyib, xoşbəxt görmək istəyib. Azərbaycanın köləlikdən qurtarmasını istəyib, gözəl insanlar. Baxın, hansı rübaini seçib, farsçasını verib, sonra da türkçəsini verib. Mən türkçəsini oxuyuram sizə. Deyir ki, bu sərməst talihim huşyar olar bir gün. Bu talihim deyir, bir gün oyanar. Yəni Azərbaycanın azadlığını görərəm deyir bir gün. Rəsulzadə bu həsrətlə gedib, gözəl insanlar. Bu sərməst talihim huşyar olar bir gün və bu yatmış bəxtim bidar olar bir gün. Bu yatmış bəxtim oyanar.
Allah mənə deyir, nəsib edər, görərəm deyir. Həm açılar bir qapı, həm gündüz olar bu gecə. Həm açılar bu qapı, həm gündüz olar bu gecə. Dilbər belə qalmaz, dildar olar bir gün deyir. Və bizə deyir ki, burada bir bölümə yazıb, deyir ki, ey Azərbaycan xalqı, öz dəyərlərinə sahib çıx, Nizamiyə qədirşünaslıq göstər. Onu gündəminə gətir, onu öyrən ki, səni diriltsin, səni oyatsın, səni irəli aparsın. Nə qədər böyük xalq olduğunu anla, kökünə bağlan, dəyərlərinə bağlan, tövhidə bağlan, ədalətə bağlan, Şeyx Nizamiyə bağlan, Məhəmməd Əmin Rəsulzadəyə bağlan ki, millət olasan, insan olasan, azad olasan, ayağa qalxasan, nə qədər böyük bir mədəniyyət sahibi olduğunu görəsən, biləsən və tanıdasan, yeni insan yetişdirəsən deyir. Bax, bu videonun sonunda bu gözəl əsərləri, gözəl insanlar ərsəyə gətirən Azərbaycan Mühacirət Ədəbiyyatı Şöbəsinin başqanı Nikbur Cabbarlı başda olmaqla dəyərli alim dostum. Bu kitabda hər kimin əməyi varsa, hamısına canı gönüldən təşəkkür edirəm. Sağ olun deyirəm, var olun deyirəm, vəfa göstərdiniz, böyük bir iş ortaya qoydunuz. 600-700 manata çalışsanız da alimliyin şərəfini qorudunuz. Baxın, böyük bir işdir, mirasdır. Həm Azərbaycan xalqına sədaqətdir, həm milli irsimizə sədaqətdir, həm Məhəmməd Əmin Rəsulzadəyə sədaqətdir, həm Şeyx Nizamiyə sədaqətdir. Bu işdə əmək olan hər insana təşəkkür edirəm. İnanıram ki, bunlar sadəcə rəflərdə qalmayacaq, oxuyacaqsınız. Bu alimlərə dua edəcəksiniz. Azərbaycanın çox qiymətli alimləri var. Bu kitabı təkrar edirəm. Dövlət mükafatına təqdim etməliyik. Dövlət mükafatının əsasnaməsi buna izin verir, vermir, dəyişərik. Bir yerdə ki, Nizaminin adı var, Rəsulzadənin adı var, bu boyda əmək var, bu dövlət mükafatını buna verməyib də kimə verəcəyik? Gözəl insanlar. Niyə görə? Çünki nəyə dəyər versəniz o artar. Bir daha bu böyük işdə, milli işdə, alim işində, akademik nəşrdə əməyi olan bütün dostlara, bütün insanlara təşəkkür edirəm. Məni dinlədiyinizə görə var olun, sağ olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.